Bismillah və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Deməli, insan övladı sədəqə verməlidir və sədəqə verəndə bəzən düşünür ki, az və çox miqdar. Ümumiyyətlə, sədəqə verəndə ən birinci ixlaslı olmaq lazımdır, Allah üçün olmalı, ən birinci. Və heç vaxtda azı çoxu fikirləşmə. Yəni ki, azdır, çoxdur. Əsas odur ki, sən sədəqə verməyə həmişə meyilli olmalısan. Yəni ki, Allah Subhanahu taala bunu bizə əmr eləyib. Rasulullah sallallahu aleyhi ve sellem əmr eləyib, ibadətdir, və Allaha yaxınlaşmaqdır, bəlalardan qorunmaqdır və s. Rasulullah sallallahu aleyhi ve sellem Əbu Hureyre radiyallahu anhudan gələn hadis-i şərifdə buyurur ki, Səbəqa dirhamun mi'ətə əlfi dirhamin, qalu və keyfə? قال كان لرجل درهمان تصدق بأحدهما وانطلق رجل إلى عرض ماله فأخذ منه 100,000 درهم فتصدق بها. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, bir dirhem 100.000 dirhemi keçdi, qabaqladı. Soruşurlar ya Resulullah, necə olur o? Deyir, bir kişinin 2 dirhem pulu var. Yəni olanı odur və ondan birini təzəqə verdi və başqa bir kişi getdi malından 100.000 dirhem götürdü, sədəqə verdi. Bir dirhem verən nədir? Daha çox savab qazandı, daha qabaqdadır. Nə üçün? Çünki adamın 2 dirhem pulu var. Ən birincisi ümumiyyətlə mal, dövlət insanın ən sevdiyi şeylərdən birisidir. Var dövlət insanın ən çox sevdiyi şeylərdən birisidir. Və ən çox insanlar da bunda xəstə edirlər və yaxud da niyyətlərində görürsən ki, sıxıntı keçirdirlər. Və o adam da 2 dirhem var. Yəni, vur tut, onun var dövləti 2 dirhemdir, olana. O 1 dirhemi verdi və həm də nədir? Könül xoşluğundan verdi. Yəni, ixlasla verdi. Var dövlətinin yarısını verdi. İndi təsəvvür edin ki, 2 dirhem olan adamın ehtiyacı nə qədərdir? Təsəvvür edin ki, məsələn, nə qədərdir? Və o 100.000 dirhem verən malı var, ondan müəyyən bir qədər çıxartdı. Və o ehtiyacı yoxdur. Yəni, hətta yarısını çıxarsa belə də, yenə də onun ehtiyacı yoxdur. Qalan yarısında bütün ehtiyacdan artıqlamasını ödəyə bilir. Amma bir dirhemlə heç nə eləyə bilməzsən. Yəni, ona görə də sıxıntıda sədəqə vermək, kasıblıqda sədəqə vermək, az olanda sədəqə vermək. Bəzən görürsən ki, insan bunları fikirləşmir. Və deyir ki, bu cür hallarda sədəqə vermək daha yaxşıdır, daha üstündür. Bəzən olur ki, insan fikirləşir ki, yox, mən sədəqə verməli deyiləm, mənə düşmür sədəqə. Mənə neyim var ki, verim? Sən təsəvvür ki, adamın olan var dövləti cəmi 2 dirhem idi. Yəni, bu düzgün deyil. Ona görə də sədəqə vermək ümumiyyətlə dedik ki, Allaha yaxınlaşmaq, sədəqə, yəni bir ibadətin bir növüdür və ixlaslı olmalısan. Əlbəttə, insan sevdiyi şeydir mal və onu vermək ələmələ asan deyil. Hər adamda ixlas, könül xoşluğu və yaxud da sədəqə vermək asan deyil, çətindir. Ona görə də o 2 dirhem verən qabaqdadır. Ona görə də biz də çalışmalıyıq ki, həmişə sədəqə verək, sədəqə vermək ehtiyacı olanların haqqıdır. Həm də sağlam olanın, gücü olanın, varı olanın, imkanı olanın boynundadır. Özün üçün qazanırsan. Onlar sənə qalan şeylər ancaq onlar olacaq. Və əlbəttə ki, Rasulullah sallallahu aleyhi ve sellem sədəqə haqqında deyil. Yəni, mövzumuz, Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, sədəqənə verin, xəstələrinizi müalicə eləyin və yaxud da başqa hədislər. Amma əsas odur ki, bu sədəqəni çıxarmaq üçün ürəkli olmaq lazımdır, güclü olmaq lazımdır. Həmişə çalışmaq lazımdır ki, sədəqə verəsən. Hətta sədəqə ayətləri nazil olanda deyir, biz gedib hamballıq edirdik ki, pul qazanaq, ondan sədəqə verək. Təsəvvür, adamın pulu yoxdur, gedir işləyir ki, oradan gələn pulu da aparıb sədəqə versin. Onlar o cür ayətləri başa düşürdülər. Və ona görə də biz həmişə nə deyirik? Sələfin yolunu gedirik, gedmək istəyirik, çalışırıq, o dövr kimi.
Ya görün, təsəvvür edin, adam gör nə qədər iman əhli olub, nə qədər xeyir ümmətimizdən xeyirləri olar idi. Ayət nazil olur, adamın pulu da yoxdur. Sədəqə verdi, yoxdur, heç nə versin. Gedir, hamballıq eləyirdi ki, vəzifədə yox, hardasa bir rahat işdir, hamballıq, yəni ən çətin, ən ağır işdir. Və gedib deyir, onun eləyirdi ki, sədəqə verər. Və görün, nümunə olmalı. Onlar bizim nümunəmizdir. Biz onlardan nümunə götürməliyik. Və ona görə də inşallah kim sədəqə verirsə, yəni onu bilsin ki, özün üçündə Allah Taala onu qat-qat savabını verir, əcrin verir, mükafatını verir. Və Allah Taala da bizim verdiyimiz sədəqələri qəbul etsin və bizi əhli sədəqədən eləsin və Allah Subhanahu Taala çətində olanlarımıza yardım eləsin. Qar yağır, Allah Taala bizə bərəkət göndərsin, xeyir göndərsin, iman göndərsin, güc göndərsin. Bilirsiniz ki, hər bir xeyir və şər hamısı bizə göydən gəlir. Yəni hər bir əmir göydən gəlir. Və Allah Taala bizə xeyir göndərsin. Və Allah Taala ölkəmizi qorusun, əsgərlərimizi qorusun. Qarlı havadır, soyuq havadır, əsgərlərimizi qorusun, hərbiçilərimizi qorusun. Ölkəmizin əmin-amanlığını qoruyanları qorusun, ölkə başçımızı qorusun, xeyir üzərində eləsin və Allah bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illə entə, nəstəğfiruka və nətubu ileyk.